şey uçuyor. Ha. Deməli, qardaş sabahki bazara hazırlaşır. Avtomobilini sabah əsas bazar üçün səliqəyə salır. Təkərlərini qaraldır. İnşallah ki, müştərisi olar. Silib təmizləmə prosesləri gedir. Yəni, əsas bazar sabah olacağına görə bugündən artıq bazara gələn avtomobil satanlar var. Onlar öz avtomobillərini sabahki əsas bazara hazırlayırlar. Yaxınlaşaq görək, sabahla bağlı, sabahki bazarla bağlı gözləntiləri nədir? Salam əleykum qardaş, hər vaxtınız xeyir olsun. Sabah bazarda hazırlaşırsınız. Gözləntiləriniz nədir? Qardaşım çəkmə. Gözləntiləriniz nədir onu deyəcəksiniz? Gözləntilər valla bilmirəm. İndi hava kərimdir görən oradır. Yəni sata biləcəksiniz sizcə? İnşallah satılır. Yəni bu avtomobili neçə satırsınız? Bu avtomobil 22.500. Kia Forte 2000 neçənci il? 2017. 2017-ci il. Bəli. Neçə verirsiniz mövcud vəziyyətdə? 22.000 yarım, 22.000-ə belə yəni. 22 minə. Ən aşağısı. Əslində deyirsiniz qiymətlər ucuzlaşıb. Bəs bu avtomobil neçəyə idi ki, indi deyirsiniz ucuzlaşıb? Bu avtomobilin dəyəri olmalıdır 24-25 min, yəni bu civarda olmalıdır. Ən azından bir 2000 min qiymət düşüb. Nəyə görə qənaətə gəlirsiniz ki, 24-25 min olmalıdır bu avtomobil qiyməti? Dəyəri olmalıdır da qardaşım. Yəni nə deyim, nəsə əsas gətirə bilərəm. Yəni deyirsiniz ki, bugünkü dövrdə dəyərdən düşüb. Hə. Deməli Nissan Note 2015 1.2 kompresor mühərrik, yəni benzin mühərrikdən gedir söhbət. Avtomobilin mövcud vəziyyətdə bugünkü bazardakı real qiyməti nədir dayı? 15.800. 15.800. Bəs 4-5 ay bundan qabaq o qiymətlər dibə enəndə bu avtomobilləri neçə satırdınız? 15.000 belə deyək də, 15.000 civarında. Yəni aşağı qiymət olanlarda fərqi yox idi o qiymətlərin enməsində. Fərq yox idi, yox. 2016-cı il Kia Sorento 2 dizel mühərriklə Koreyadan gələn, Azərbaycana idxal olunan avtomobildir və mövcud vəziyyətdə bu avtomobilin bazar dəyərinə baxanda bir neçə ay bundan müqayisədə, bundan öncə ilə müqayisədə bir xeyli qalxdığını görürük, bahalaşdığını görürük. Nə qədər bahalaşıb, ümumiyyətlə avtomobilin qiyməti hazırda neçəyə təklif olunur? 4-5 ay bundan öncə bu avtomobil bazarda neçəyə təklif olunurdu? Qardaşdan soruşmaq istəyirəm, Koreyadan gətirir avtomobili və bazarda həmin avtomobilini alıcılara təklif eləmək üçün təbii ki, sabah əsas bazardır. Bugün hazırlayır ki, növbəti bazarda, yəni sabahki gündə həmin avtomobilini istədiyi qiymətə sata bilsin. Ümumiyyətlə, sata biləcəkmi? İnşallah. Ümid edirəm ki, satacağam. Çünki Neçə- əvvəllər Aha. belə deyim də, yəni alıcı qüvvəsi çox zəif idi. Ümumiyyətlə, yəni bazarda Sorento əlindən tərpənmək olmurdu. Hal-hazırda, yəni 6-cı gün gələndə buralar dolu olurdu Sorento ilə. Yəni amma hal-hazırda özünüz də görürsüz də, yəni demək olar ki, yoxdur Həm Sorento. yerindən az gəlir, həm də Bəli. baha gəlir. Və ən belə deyim də vacib məsələlərdən biri Koreyada yəni qiymət qalxıb. Çünki orada indi bilmirəm sizin məlumatınız var yoxsa yox. Yəni ərəb ölkələri də ora meyl eləyirlər. Orada da yəni il söhbəti var idi. O il söhbəti ləğv olundu. Yəni onlar da meyl eləyir ora. Ona Nə idi görə o il söhbəti başa düşmədim? necə ki bizdə 10 ildən Aha. yəni çox gətirmək olmur da, yəni 10 yaş yuxarı. İndi də həmin söhbət yəni ərəblərdə də qoymuşlar. Ərəbistan belə deyim də, yəni o Bildim. bəzi ölkələrində. İndi o ləğv olunub. Ona görə meyl eləyirlər, yəni onlar da gətirirlər. Yəni qısası desək Koreyadan daşımalar artıb Bəli. və bu da qiymətlərə təsir 100%. edib. Yəni Sorento 4-5 ay bundan öncə Koreyadan neçə alırdınız, indi neçə olubdu yerində? Belə deyim də, yəni Bakı təhvili 4-5 ay bundan əvvəl aldığımız qiymətlə hal-hazırda yəni 2000-2500 dollar rahat fərq var. Bahalaşma. Bahalaşma. Üzərinə gəlsək daşıma xərcləri və sığortası, gömrüyü və s. və s. Yanvardan da o hər klubun həcminə görə ümumiyyətlə yəni Aha. o belə bir söhbət də var da, yəni qiymət qalxımı. Yəni ümid edirəm ki, yanvardan ümumiyyətlə yəni artım biraz da olacaq. Gələn il necə olacaq vəziyyəti? 2026-ya artıq çox az qalıb, yəni yekun bazarda 2025-in. Yəni mənim fikirləşdiyim 2026-dan yəqin ki Çin o 6 ay söhbətdə var da Aha. Çin bazarında. Ona görə yəni konkret ikinci əl yəni avtomobillərə yəni tələbat daha çox olacaq. Bahalaşacaq. Bəli. Deməli, qısa müddət ərzində ölkə o qədər Çin avtomobilləri ixal olunub ki, hansı ki, yanvarın 1-dən sonra bu avtomobillərin gömrük rüsumları, o güzəştlər ləğv olunacağına görə həmin qısa müddət ərzində Bakıya bu avtomobillər kifayət qədər çox idxal olundu. Hazırda elə ikinci əl avtomobil bazarının bir hissəsində həmin avtomobillərin yerləşdirildiyini biz görürük. Fikir versinizsə, evakuatorlardan həmin avtomobillər enir. Burada artıq bir neçə evakuator var ki, tam boşalıbdır. Yəni, bunların da üzərində avtomobil olub ki, hansı ki, artıq satış yerində öz yerlərini alıblar. Bu istiqamətdə də satışa hazırlanmalı öz yerlərinə daşınması üçün gözlənilən avtomobillər var. Ümumilikdə baxanda görmək olur ki, həmin avtomobillərin hər biri Çindən Azərbaycana idxal olunan plug-in hibrid və hibrid avtomobillərdir. Yəni yanvardan sonra bu avtomobillərin gömrük rüsumlarında o
rəsmiləşdirmə zamanı güzəştlər ləğv olunacağına görə daha əvvəldən ölkəyə kifayət qədər idxal olunub ki, bu avtomobillər yanvardan sonra istədikləri qiymətə satsınlar. Təbii ki, burada müəyyən biznes məsələləri var. Çünki alış-veriş zamanı sahibkarlar məhz bu istiqamətdə özləri əvvəlcədən bilirdilər ki, qiymətlər bahalaşacaq. Məhz bu bahalaşmanı əvvəldən nəzərə alıb ucuz vaxtında ölkəyə idxal edilər ki, bahalaşandan sonra da hər bir avtomobilin üzərindən ən azı bir 7-8 min o qazanc əldə edəcəklər. Görək bu qazanc ümumiyyətlə bu gözləntilər doğrulacaqmı? Avtomobilləri baha qiymətə alan olacaqmı? İndi bunu qarşıdakı dövr ərzində müşahidə edə biləcəyik.